Masazır qəsəbəsində 2 nömrəli məktəbin tam yaxınlığında dəyərli izləyicilərimiz, məktəbə 50 metr məsafədə sizlərə baxın belə bir 2 mərtəbəli gözəl bir evimizin təqdimatını edən 1 monolit, 2 monolit, tavan monolit. Həqiqətən də çox möhkəm bir üslubda təmir olunub. Dəyərli izləyicilərimiz, evimizin baxın belə bir geniş həyət yanı sahəsi var. Rahatlıqla bir 4 avtomobilin sığa biləcəyi bir həyət yanı sahəsi ağlay daşlarla bəzədilib. Sağ və sol hissələrdən keçmək üçün ev sahibi tərəfindən keçid üçün yer buraxılıb və dərin, qupquru bir zirzəmi hissəmiz var, görə bilərsiniz. Keçid edirəm evimizin interyeri ilə sizləri yaxından tanış etməyə. Yerdən kürsülüdür. Dəyərli izləyicilərimiz, evimiz döşətokdan ibarətdir. Baxın, belə bir giriş dəhliz hissəsi var. Gördüyünüz kimi sol hissədə yerləşir evimizin çox geniş bir qonaq otağı. Baxın, belə bir səliqəli, geniş. Həqiqətən də çox gözəldir. Pəncərəsi öz həyət yanı sahəsinə açılır. Birinci mərtəbəmiz opşi, başdan başa istif olur. Burada yerləşir evimizin mətbəxi. Yaşlıları düşünərək burada belə bir yataq otağımız var, gördüyünüz kimi. Və son olaraq da sanuzel hissəsi ilə də sizləri yaxından tanış edim. İstipolunda xətləri burada yerləşdirib. Qalxıram ikinci mərtəbəmizə. Evimiz həqiqətən də kvadrat ölçüsü çox genişdir. Pilləkənlərimiz beton, üstündə də mərmər işləmələr, qıraq kənarlıq dəmirlikdəndir. Dəzləmiz pilləkənləri qalxan kimi sol hissədə bizləri qarşılayır sanuzelimiz və ayrı-ayrılıqda da 3 yataq otağı. Baxın, belə bir səliqəli geniş dəhliz hissəsi var. Burada bir yataq otağımızı görə bilərsiniz. İkinci, geniş və səliqəli bütün pəncərələrdə gün görür. Və sonuncu, bir qonaq otağı genişliyində, bir dənə yataq otağının genişliyinə baxın, görün necə genişdir. Baxın, belə bir səliqəli geniş yataq otağı, eyvanı. Həqiqətən də bugünkü Masazır qəsəbəsində bu ərazidə ev tapmaq çətindir. İdeal bir ərazidə yerləşir. Tələsin, bizi izlədiyiniz üçün çox sağ olun.